Amma həyatımda demək olar ki, bir çox şey yarımçıq qalırdı. Və bəlkə də indi bu yaşıma çatanda artıq düşünürəm ki, səbəbi davamlılıq imiş. Yəni mən əvvəllər motivasiya yönümlü hərəkət eləyirdim. Yəni motivasiyam var idisə davam eləyirdim, amma düşünmürdüm ki, motivasiya insanı bir yerə qədər aparır, çünki motivasiya tez sönür. Yəni sən o motivasiyanı inanıb hərəkəti eləsən, bir yerdən sonra o qutaranda artıq heç nə eləyə bilməyəcəksən. Çünki sən motivasiya odaqlı hərəkət eləmisən. Əsl lazım olan isə insana davamlılıqdır. Bunu məsələn bu həyatda gecikmişdiyə o barədə gətirirəm ki, mənim məsələn elədiyim bu idi. Motivasiyaya görə hərəkət edirdim, motivasiya qutaranda qalırdım belə. Amma davamlılığı nə vaxt yoxladım? 2025-də kitab yazmağa başladım. Ondan qabaq da 2018-dən bəri onsuz da yazırdım. Biraz Wattpad tərzində yazırdım və onlar da yarımçıq qaldı. 3 dənə fərqli roman deyə də yazırdım. Biri dağıntı idi, biri uçurum, biri də benim sürüm. Və bunları yazıb, bunları yarımçıq saxlayırdım deyə düşünürdüm, yenə kitaba başlasam bu da yarımçıq qalacaq. Amma nəsə eləməliyəm də, yəni nəsə olmalıdır ki, davam eləyim.